Məhəbbət iksiri 3-cü bölmə 3-cü fəsil Mənəvi yüksəliş amili Məhəbbət insanın mənəvi tərəqqisi və nəfsinin saflaşdırılması üçün bir iksirdir. Allah Teala'ya eşq bəsləmək bütün əxlaqi çirkinlikləri sağaldır, bütün gözəl sifətlərin hamısını bir yerdə aşiqə hədiyyə eləyir. İlahi eşq aşiqi öz məşuqunu elə cəzb eləyir ki, Allahdan başqa hər kəslə rabitəni kəsir. İmam Zeynəlabidin əleyhissalama mənsub edilən Münacat-ı Muhibbində belə qeyd olunur: Pərverdigara, kim sənin məhəbbətinin şirinliyini daddıqdan sonra başqasını özünə yar seçər? Kim sənin dərgahınla ünsiyyət yaratdıqdan sonra səndən ayrılmaq istəyər? İmam Sadiq əleyhissalamdan nəql olunan rəvayətdə deyilir: Allaha məhəbbət nuru hər vaxt bir bəndənin qəlbinə satsa, onu başqa məşğuliyyətlərdən saxlayar. Allahdan başqa hər şeyi yad eləmək zülmət deməkdir. Qəlbini Allaha məxsus eləyən, Allaha aşiq olan şəxs, Allahın ən müxlis bəndələrindən, cəmaət içərisindən ən doğru danışan, öz əhd peymanına ən çox vəfalı qalanlardır. İntiqanın, yəni bütün varlıqlardan ayrılıb Allaha diqqət yetirməyin ilkin mərhələsində əmmarə nəfs ölür. İnsanın əqli həyatı başlanır və onun ən yüksək mərhələsində qəlbin gözləri Allahın nuru ilə aydınlaşır və insan ulul elm adlanan tövhidin ən yüksək mərhələsinə nail olur. Şabaniyyə münacatında belə oxuyuruq: Pərverdigara, bütün varlıqlardan əl üzüb yalnız sənin dərgahına sığınmağın ən yüksək mərhələsini mənə əta elə və qəlbimizin gözlərini sənə nəzər eləmək nuru ilə işıqlandır. Həqiqi iksir Allah məhəbbətinin kimyagərliyi və həqiqi iksir barəsində şeyxdən çoxlu maraqlı hadisələr qeyd olunmuşdur. O cümlədən buyurur: İksir elmi ardınca olduğum zaman bir müddət riyazətlə məşğul oldum və nəhayət çıxılmaz vəziyyətə düşdüm. Heç nə əldə eləyə bilmədim. Məna aləmində mənə ayə buyuruldu: Hər kəs izzət və başucalıq istəyirsə, bilməlidir ki, bütün izzət Allaha məxsusdur. Ərz elədim, mən iksir elmi istəyirdim. Buyuruldu: İksir elmini izzət və başucalıq üçün istəyirlər və izzətin həqiqəti də elə bu ayədir. Buna görə də tam xatircəm oldum. Bu hadisədən bir neçə gün sonra 2 nəfər riyazətçi bizim mənzilin qapısına gəlib məni soruşdular. Görüşdükdən sonra dedilər: 2 ildir ki, iksir elmi barəsində çalışırıq. İndi heç nə əldə eləyə bilməyib çıxılmaz vəziyyətdə qalmışıq. İmam Rıza əleyhissalama təvəssül elədikdə bizi sizə doğru yönəltdi. Şeyx təbəssüm elədi və yuxarıdakı hadisəni onlar üçün deyib əlavə elədi: Mən həmişəlik rahat oldum. İksirin həqiqəti Allahın özünə çatmaqdadır. Şeyx bəzi vaxtlar bu barədə Ərəfə duasının bu hissəsini dostları üçün oxuyardı. Pərverdigara, səni itirən nəyi tapmışdır və səni tapan nəyi itirmişdir? İmam Səccad əleyhissalam Məkarimul Əxlaq duasının axırlarında Allah məhəbbətinin kimyagərliyi haqqında incə bir məsələyə toxunaraq deyir: Pərverdigara, məhəbbət yolunu mənə asanlaşdır və onun vasitəsilə dünya və axirət xeyrini mənə kamil eylə. Şeyxin ən böyük bacarığı Şeyxin ən mühüm xüsusiyyəti və bacarığı Allah Teala'nın məhəbbət iksirinə nail olmasıdır. Şeyx bu kimyagərlikdə mütəxəssis idi və şübhəsiz bu ayələrdə buyurulanların bariz nümunəsi idi. Yuhubbihu və yuhubbinahu. Allah onları, onlar da Allahı sevər. Vəllezine amenu əşhadu hubben lillah. Yəni iman gətirənlər Allaha daha çox şiddətli məhəbbət bəsləyirlər. Hər kəs ona yaxınlaşsaydı, məhəbbət iksirindən faydalanardı. Cənab Şeyx buyururdu: Allaha məhəbbət bəsləmək axırıncı bəndəlik mənzilidir. Məhəbbət eşqindən də üstündür. Eşq sonradan yaranan, məhəbbət isə zati bir şeydir. Aşiq müəyyən səbəblərdən məşuqundan ayrıla bilər, lakin məhəbbət belə deyil. Əgər aşiqin məşuqundan nöqsan tapılsa, kəmallarını əldən versə, ola bilsin ki, onun eşqi aradan geçsin, lakin ana özünün nöqsanlı övladlarına da məhəbbət göstərir. Sonra deyirdi: əməllərin dəyərinin mizan və meyarı əməl eləyən şəxsin Allah Teala'ya məhəbbətinin mizanı qədərdir. Şirin və Fərhad Bəzi vaxtlar şagirdləri başa salmaq üçün Fərhad və Şirin hadisəsindən misal çəkərək deyirdi: Fərhadın vurduğu hər bir külüng Şirinin adı və eşqi ilə idi. Hər iş görürsənsə, onun axırına qədər bu halda olmalısan. Bütün fikrin, zikrin Allah olmalıdır, özün yox. Məhbubun eşqinə yaz. Şeyxin şagirdlərindən biri nəql eləyir ki, mən bir ticarətxananın katibi idim. Bir gün şeyx mənim yanıma gəlib belə buyurdu: Bu dəftərləri kimin üçün yazırsan? Dedim: Ustadım üçün.
Buyurdu: "Əgər bu dəftərlərdə öz adını yazsan, ustadın sənə irad tutarmı?" Dedim: "Hökmən irad tutar." Sonra yenidən buyurdu: "Ölçdüyün bu parçaları kimin üçün ölçürsən? Özün üçün, yoxsa ustadın üçün?" Dedim: "Onun üçün." Sonra buyurdu: "Başa düşdünmü?" Dedim: "Xeyr." Buyurdu: "Fərhad hər bir külüngü vuranda şirin can deyir və öz məşuqundan başqa heç nəyi yad eləmirdi. Bu dəftəri öz məhbubunun eşqinə yaz. Parçanı onun eşqinə ölç. Belə olan halda bunların hamısı vüsalın müqəddiməsi olacaq. Çəkdiyin hər bir nəfəsi Allah eşqi ilə çək." Aşiqlik dərsi ver. Şeyxin müridlərindən biri belə nəql eləyir: Mərhum Şeyx Əhməd Səidi tanınmış müştəhid və mərhum Ağa Burhanın xaric dərsindəki ustadı idi. Bir gün mənə dedi: "Tehranda bir dərzi tanıyırsanmı ki, mənə qəvat tiksin?" Mən cənab Şeyxin ünvanını ona verdim. Bir müddətdən sonra onu gördüm. Məni görən kimi dedi: "Mənə neynədin? Məni hara göndərdin?" Dedim: "Necə ki? Məyər nə olub?" Dedi: "Mənə tanışlıq verdiyim bu cənabın huzuruna getdim ki, mənə qəba tiksin. Mənim ölçümü götürəndə harada işlədiyimi də soruşdu. Dedim ki, tələbəyəm." Buyurdu: "Dərs oxuyursan, yoxsa tədris eləyirsən?" Dedim: "Dərs verirəm." Dedi: "Hansı dərsləri verirsən?" Dedim: "Xaric dərsini." Şeyx başını yelləyib dedi: "Yaxşıdır, amma eşq dərsi verginən." Bu cümlənin mənə nə qədər təsir elədiyini deyə bilmərəm. Bu cümlə məni tamamilə dəyişdirdi. Mərhum Səidi bu hadisədən sonra şeyxlə əlaqə yaradır və onun huzuruna gedirdi. Həm də şeyxlə tanış elədiyimə görə mənə də dua eləyirdi. Mərhum Ağa Burhan Tehranın böyük alimlərindən və Burhan adlı elmiyyə mədrəsəsinin təsisçisi idi. Bu mədrəsəni Rey şəhərində Həzrət Əbdüləzim Həsəni əleyhissalamın məqbərəsinin qonşuluğunda tikdirmişdi. Eşqi pərvanədən öyrən. Şeyxin şagirdlərindən biri onun belə buyurduğunu nəql eləyir. Bir gecə Allaha münacat eləyərək onun dərgahında razı niyaz eləməklə məşğul idim. Gördüm ki, bir pərvanə çırağın ətrafına fırlanır. O qədər fırlandı ki, axırda özünü çırağa vurdu və yerə düşdü. Amma can vermədi. Çoxlu zəhmətlə yenidən hərəkətə gəldi və uçmağa başladı. Bədəninin o biri tərəfini də çırağa vurub özünü həlak elədi. Bu cərəyanda mənə belə bir ilham olundu ki, filan kəs, eşqbazlığı elə bu heyvandan öyrən. Daha öz vücudunda heç bir iddiaya yer qalmasın. Məşuq qarşısında həqiqi eşqbazlıq və məhəbbət bu heyvanın elədiyi kimi olmalıdır. Mən bu qəribə hadisədən ibrət dərsi aldım və halım dəyişildi. Allaha məhəbbətin müqəddimələri. Mütəal Allaha məhəbbətin müqəddiməsinin əsası ona dair mərifət kəsb eləməkdədir. Mümkün deyildir ki, insan Allahı tanısın, amma ona aşiq olmasın. İmam Həsən Müştəba əleyhissalam buyurur: "Hər kəs Allahı tanısa, onu sevər." Bu barədə əsas məsələ bundan ibarətdir ki, görəsən hansı mərifət Allah məhəbbətinin yaranmasına səbəb olur? Bürhani mərifət, yoxsa şühudi mərifət? Cənab Şeyx buyurur: "Mətləbi məğzi bundan ibarətdir ki, insan Allaha qarşı şühudi məhəbbət kəsb eləməyincə aşiq ola bilməz. Əgər arif olsa, görəcəkdi ki, bütün yaxşılıqlar Allahda cəm olmuşdur. Allah yaxşıdır, yoxsa ona şərik qoşduqlarınız?" Nəml surəsi 59-cu ayə. Belə olan surətdə insanın Allahdan başqasına arxalanıb diqqət yetirməsi qeyri-mümkündür. Qurani-Kərim Allah barəsində şühudi mərifət kəsb eləyən iki dəstə barəsində söhbət açır. Biri mələikələr, digəri isə sahibələrdir. Allah şəhadət verir ki, ondan başqa heç bir məbud yoxdur. Eləcə də mələklər və elm sahibləri də buna şəhadət verirlər. Ali İmran surəsi 18-ci ayə. İmam Əli əleyhissalam birinci dəstənin, yəni mələklərin Allaha məhəbbət və mərifətinin şirinliyi barəsində belə buyurur: "Sonra Allah Teala asimanlarda sakin olmaları və öz məlakutunun ən yüksək məqamlarını abad eləmələri üçün mələklərdən yeni məxluqatlar yaratdı ki, Allaha ibadət eləməklə məşğul olmaq onları bütün işlərdən saxlayır. İmanın həqiqəti onlarla Allaha mərifət arasında rabitəni bərqərar eləyib. Haqqa yəqin onları heyran və sərgərdan eləmiş, Allah yanında olanlardan başqa şeylərlə əlaqə tapmamışlar. Onlar ilahi mərifətin şirinliyini dadmış, ilahi mərifət camlarından sirab olmuşlar." Şühudi mərifətə çatmaq. Şühudi mərifətə çatmaq üçün qəlbin güzgüsünü günah şirkablarından və məsiyyət zülmətlərindən təmizləməkdən başqa bir yol yoxdur. Əbu Həmzə Somalinin İmam Səccad əleyhissalamdan nəql elədiyi duada belə deyilir:
Pərverdigara, sənə doğru seyr edənlərin yolu yaxındır. Doğrudan da sən öz yaratdıqlarından məxfi deyilsən. Yalnız sənin dərgahında əməllər hesab qərar verir. Allah öz bəndələrindən gizli deyil. Onunla bəndələr arasında heç bir hicab yoxdur. Hicab yalnız bizim yaramaz əməllərimizdən əmələ gəlir. Əgər yaramaz işlərimizin qəlbdə yaratdığı çirkinliklər qəlbin güzgüsündən təmizlənsə, qəlbimiz Allah Təalanın gözəl camalına şahid olar. Allah barəsində mərifət yolunda mövcud olan toz torpağı silmək, yaramaz əməllərin yaratdığı hicabları qəlbdən təmizləmək üçün ilk növbədə qəlbi dünya məhəbbətindən paklamaq və boşaltmaq lazımdır. Çünki Allaha məhəbbətlə dünya məhəbbəti heç vaxt bir yerə sığmaz. İlahi məhəbbətin bəla və afətləri. İlahi məhəbbətin əsas bəlası dünyaya məhəbbət bəsləməkdir. Şeyxin məktəbində insanın dünyanı Allaha görə istəməsi ilahi vüsala yetişməyin müqəddiməsi sayılır. Dünyanı Allahdan başqa işlər üçün sevmək ilahi məhəbbətin bəlasıdır. Bu kimi işlərdə dünyanın haram və ya halal olması arasında heç bir fərq yoxdur. Əlbəttə aydındır ki, haram dünya insanı Allahdan daha çox uzaqlaşdırır. Peyğəmbər Əkrəmdən nəql olunan hədisdə belə buyurulur: həqiqətən dünya məhəbbəti və Allah məhəbbəti heç vaxt bir qəlbdə bir yerə sığışmaz. İmam Əli əleyhissalam da bu barədə buyurur: gündüzlə gecə bir yerə sığmadığı kimi Allah məhəbbəti ilə dünya məhəbbəti də bir yerə sığmaz. Digər bir hədisdə belə buyurulur: dünya məhəbbətinə qəlbində yer verən bir şəxs Allah məhəbbətini necə iddia eləyə bilər? Cənab Şeyx dünyanı həmişə qoca qarı adı ilə ifadə eləyir. Bəzi vaxtlar öz məclislərində müridlərinə üz tutub buyurardı: yenə də görürəm ki, başınız bu qoca qarıya qarışıb. Həqiqətdə Şeyx bu məsələyi aşağıdakı hədisdən əxz eləmişdi. Dünyanın həqiqəti İsa əleyhissalam üçün aşkar oldu. O bu mükaşifədə dünyanı qoca bir qarı kimi görürdü. Dişləri tökülmüş və bütün zinət əşyalarını özündən asmışdı. Sonra dedi: nə qədər ərə getmişsən? Dedi: saya bilməmişəm. Həzrət buyurdu: ərlərinin hamısı ölüb, yoxsa sənə təlaq verən də var? Dünya dedi: hamısını öldürmüşəm. Həzrət İsa əleyhissalam buyurdu: vay olsun sənin gələcək ərlərinin halına ki, sənin əvvəlki ərlərindən ibrət almadılar. Necə oldu ki, onları bir-birlərinin ardınca öldürdün, amma onlar səndən uzaqlaşmadı? Şeyx təkrar buyurardı: mənim yanıma gələn bu şəxslər yalnız qoca qarının sorağına gəlirlər. Heç kəs gəlib demir ki, mən Allahla küsmüşəm, mənimlə Allah arasında barışıq yarat. Batində dünyapərəst olanlar. Bəsirət nəzərləri ilə cəmaatın batinini görən şeyx dünya əhli, axirət əhli və Allah aşiqlərinin batininin necəliyi barəsində buyururdu: haram yolla dünyanı əldə eləyənlər batini it kimidir. Axirəti istəyənlər xonsa, həm kişi, həm də arvad kimidir. Allahı istəyənlər isə əsl kişidir. Allahvari ürək. Şeyx buyurardı: ürək nə istəyirsə onu da göstərir. Çalışın qəlbiniz Allahı göstərsin. İnsan hər nəyi sevirsə, onun şəkli qəlbində əks olunur. Mərifət əhli onun qəlbinə nəzər saldıqda onun hansı bərzəx surətində olmasını başa düşür. Əgər insan bir şəxsin gözəlliyinə aşiq olmuşsa, yaxud pula, mülkə və s. şiddətlə məhəbbət bəsləyirsə, həmin əşyalar o şəxsin bərzəx surətini təşkil eləyir. Nə iş görmüsən? Şeyxin müridlərindən biri belə nəql eləyir: bir gecə yuxuda şəhvətli və insanı həyəcanlandıran səhnə gördüm. Həmin yuxu bütün günü mənim zehnimi özünə məşğul eləmişdi. Sübh şeyxin huzuruna getdim. Məni görən kimi başını aşağı salıb irfani bir şeir zümzümə elədi. Başa düşdüm ki, nəsə ciddi bir məsələ vardır və o heç bir səbəb olmadan bu şeirləri oxumaz. Bir qədər oturdum. Şeyx başını aşağı salmışdı və dərzliyi ilə məşğul idi. Sonra soruşdu: bir məsələ vardımı? Buyurdu: nə iş görmüsən ki, surətin qadın surətinə düşüb? Dedim: yuxuda gözəl bir qadın gördüm. Onun hadisəsi mənim zehnimdə qalıb. Buyurdu: elə budur, istiğfar elə. Səndə nələr görürəm? Şeyxin müridlərindən biri belə nəql eləyir: bir gün şeyxin mənzilinə getmək məqsədi ilə evdən çıxdım. Yolda gözüm bir hicabsız qadına düşdü və mənim diqqətimi cəlb elədi. Şeyxin evinə çatanda onun yanında oturdum. Şeyx mənə baxıb buyurdu: filan kəs, səndə nələr görürəm? Ürəyimdə Allahı çağırıb dedim: ya Səttarəl-Uyub, ey eyiblər örtən Allah. Şeyx güldü və buyurdu: nə elədin ki, səndə müşahidə elədiyim şeylər aradan getdi?